Ramazan ayının birinci gününün duası. Allah'ım, bugün benim orucumu həqiqi oruç tutanların orucu, namazımı ise sədaqətli ibadət edənlərin namazı kimi et. Məni qəflət yuxusundan oyandır. Ey aləmlərin ilahı, bugün günahlarımı bağışla və ey günahkarları bağışlayan məni əfv et. Bu müqəddəs ay həm dini, həm də sağlamlıq baxımından dərin mənalara malikdir. Gəlin, Ramazan orucunun insan orqanizminə faydaları və bu ayın İslam dinindəki yeri haqqında ətraflı məlumat əldə edək. Ramazan ayının İslam dinində yeri. Ramazan ayı, İslamın 5 əsas şərtindən biri olan orucun tutulduğu aydır. Bu ayın xüsusi əhəmiyyəti, Qurani Kərimin məhz Ramazan ayında nazil olmağa başlaması ilə əlaqədardır. Qədir gecəsi olaraq bilinən bu gecə 1000 aydan daha xeyirli hesab edilir. Qurani Kərimdə bu barədə belə buyurulur. Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayıran açıq-aşkar dəlillər olaraq Quranın nazil edildiyi aydır. Oruc, hicrətin 2-ci ilində fərz qılınmışdır. Bu ibadət, müsəlmanların mənəvi təmizlənməsi və Allahın rızasını qazanması üçün vacibdir. Peyğəmbərimiz oruc haqqında belə buyurmuşdur. Oruc mənim üçündür və onun mükafatını da mən verəcəyəm. Ramazan ayı mənəvi təmizlənmə və ibadət üçün xüsusi bir zamandır. Bu ayda müsəlmanlar oruç tutaraq nəfsini tərbiyə edir, şəhvani duyğularını cilovlayır və mənəvi yüksəlişə nail olurlar. Ramazan ayı həm də bərəkət, tövbə və bağışlanma ayıdır. Peyğəmbərimiz bu ayın əhəmiyyəti haqqında belə buyurmuşdur. Ey insanlar! Allahın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allahın nəzərində bu ay ən bərəkətli aydır. Gündüzləri gündüzlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Ramazan orucunun insan orqanizminə faydaları. Oruç tutmaq, mənəvi tərəfi ilə yanaşı, insan orqanizmi üçün də bir sıra faydalar təmin edir. 1. Mədə-bağırsaq sisteminin istirahəti. Oruc zamanı mədə və bağırsaqlar istirahət edir. Bu da həzm sisteminin yenilənməsinə və funksiyalarının yaxşılaşmasına səbəb olur. Detoksifikasiya, təmizlənmə. Uzun müddət qida qəbul edilmədikdə, bədən daxili ehtiyatlarını işə salır və zərərli maddələri xaric etməyə başlayır. Bu, orqanizmin təmizlənməsinə və ümumi sağlamlığın yaxşılaşmasına kömək edir. 3. Çəki azalması və metabolizmin sürətlənməsi. Oruç tutmaq bədəndə piylərin parçalanmasını sürətləndirir. Nəticədə artıq çəki problemi olan insanlarda arıqlama müşahidə olunur. 4. Qan damar sisteminin yaxşılaşması. Oruç tutmaq, qan yaradıcı orqanların fəaliyyətini tənzimləyir və qan dövranını yaxşılaşdırır. Bu, ürək-damar xəstəliklərinin riskini azalda bilər. 5. Maddələr mübadiləsinin sürətlənməsi. Sahur və iftar arasında uzun müddət aclıq, maddələr mübadiləsinin sürətlənməsinə və bədənin enerji balansının tənzimlənməsinə kömək edir. 6. Psixoloji faydalar. Oruc, iradə gücünü artırır, mənəvi rahatlıq və daxili sükunət təmin edir. Bu, stresin azalmasına və emosional balansın qorunmasına kömək edir. 7. İfrazat sisteminin yaxşılaşması. Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və normal fəaliyyətini bərpa edir. Empatiya və sosial həmrəylik. Oruç tutmaq insanlara aclıq və susuzluğun nə olduğunu hiss etdirərək, yoxsul və ehtiyacı olan insanlara qarşı empatiya hissini gücləndirir. Bu, cəmiyyət daxilində sosial həmrəyliyin artmasına səbəb olur. Nəticə, Ramazan ayı müsəlmanlar üçün həm dini, həm də sağlamlıq baxımından böyük əhəmiyyət daşıyan bir aydır. Bu ayda tutulan oruc, mənəvi təmizlənmə və Allahın rızasını qazanma vasitəsi olmaqla yanaşı, insan orqanizminin müxtəlif sistemlərinə müsbət təsir göstərir. Oruc, bədənin yenilənməsi, zərərli maddələrdən təmizlənməsi və ümumi sağlamlığın yaxşılaşması üçün əvəzsiz bir ibadətdir. Unutmayaq ki, oruc tutarkən sahur və iftar vaxtlarında balanslı qidalanmaq, kifayət qədər maye qəbul etmək və iftarı yüngül yeməklərlə açmaq sağlamlığımız üçün vacibdir. Bu müqəddəs ayın gətirdiyi bərəkət və fəzilətlərdən maksimum faydalanmaq üçün oruc ibadətini şuurlu və səmimi şəkildə yerinə yetirməliyik.